Salam, hər vaxtınız xeyir olsun. Bugün mən eyni xəmirdən 3 cür pizza hazırlayacağım. Fərqli pizzalar 3 ədəd. Gəlin vaxt ötürmədən başlayaq. Xəmiri yoğuracağımız qabın içərisinə 1 xörək qaşığı maya əlavə edirəm, 1 xörək qaşığı şəkər tozu əlavə edirəm, 1 xörək qaşığı un əlavə edirəm, üzərindən isti su əlavə edib qarışdırıram. Mayanın aktivləşməyini gözləyirəm. 5 dəqiqə keçdi, maya aktivləşdi, üzərinə un əlavə edirəm. Burada 5 stəkan un var, 4 stəkanını əlavə edirik, 1 stəkanını saxlayırıq. Üzərinə 1 çay qaşığı duz əlavə edirəm, 3 xörək qaşığı duru yağ əlavə edirəm. Hər hansı bir yağdan istifadə edə bilərsiniz. Və üzərindən 2 stəkan suyu az əlavə edib xəmir yoğuram. Qeyd edim ki, su isti formada olmalıdır. Üzərini streçlə bağlayıram və gözləyirəm xəmir acısın. Bu arada içliyi hazırlayıram, yəni pizzanın üzərinə gedən ingredientləri hazırlayıram. Toyuq əti hazırladım, burada toyuğun döşətini götürdüm. Zövqə görə doğradım, üzərindən duz, istiyot əlavə edib qoydum öz suyunda, qazın aşağı xodunda pişsin. Pizzanın üzəri üçün burada tərəvəzləri hazırlayıram. Uşaqlar tərəvəzi böyük formada sevmədiyinlər, onlar üçün blenderdən keçirirəm və sos hazırlayıram. Mayonez, ketçap, acılı ketçapdan istifadə etdim. Üzərinə kəhli otu və qara istiyot əlavə etdim. Üzəri üçün kalbasa doğradım. Siz zövqə görə hər hansı bir sevdiyiniz pizza üçün ərzaqdan istifadə edə bilərsiniz. Xəmiri əlim vasitəsilə yayıram, deşləkləyirəm. Üzərindən sos əlavə edirəm. Sosu xəmirin üzərinə yayıram. Azıcıq pendir əlavə edirəm. Pendirin üzərindən sosunu əlavə edirəm. Yəni blenderdən keçirdiyim, yenə qeyd edirəm, zövqə görə diri formada da dilimləyib qoya bilərsiniz. Kalbasaları düzürəm, üzərindən də Holland pendirini əlavə edirəm və verirəm bişməyə. İkinci pizzanı hazırlayıram. Bişirdiyim toyuğun döşətini sos çəkdiyim xəmirin üzərinə əlavə edirəm. Üzərindən də biber, pomidor əlavə edirəm. Holland pendiri əlavə edirəm, onu da qoyuram bişməyə və üçüncünü qağdallı etdim. 3 cür möhtəşəm pizza hazırladım. Əgər bəyəndinizsə mütləq takib atıb like atmağı unutmayın. Hələlik deyirəm, gələn videolarda görüşərik.